Salam fabrik məsləhətçiləri. 16 nömrəli kataloqumuzun bitməsinə bircə günümüz qalıb. Kimlər artıq ödənişlərini ediblərsə, 16 nömrəli kataloqun dibində qazandığımız endirim kuponları var. Onlardan sizə bəhs etmək istəyirəm ki, onları biz necə aktivləşdirməliyik, necə istifadə etməliyik. O haqqında sizə bir balaca məlumat verim. Bax, burada kupon və kartlar bölməsi var. Şəxsi kabinetimdəyəm mənim də. Öz şəxsi kabinetimdən bunu sizə göstərəcəm. Kuponlar və kartlar bölməsi var. Bax, burada. Bu hissəyə daxil oluruq. Daxil olduq. Və burada bir dəfəki kartlarımız kupon deyil, mega aksiya virtual kartlardır, əl çatan kartlar ki, bunu biz öz adımızda, şəxsi kabinetimizdə mütləq aktivləşdirməliyik ki, həmin kartlardan növbəti kataloqda indirim kimi istifadə edək, təzə kataloqda, həm də 17 noyabrda loteriya oyunu keçiriləcək və kartlarımız həmin loteriya oyununda müxtəlif hədiyyələr qazanmağa bizə şans gətirə bilər. Ona görə biz bütün kartlarımızı aktivləşdirməliyik. Əslində bu milyon arzular, sənin bonusun, mega aksiya kartları tanışlarına, bilişlərinə və yaxud da ki, strukturunda olan məsləhətçilərinə hədiyyə edə bilərsən. Belə deyək də, tanıdığın səndən çox məhsul alan insana hədiyyə etdikdə onu öz adında aktivləşdirib ona hədiyyə edirsən. Amma kimsə sənin strukturunda səndən aşağıda olan məsləhətçilərin ki var, strukturunda olan məsləhətçilər, onlara hədiyyə etmək istəsən, burada hədiyyə et düyməsi var. Əslində, kodu burada yazmaq olur. Yaxud ki, qabaq biz gelirdik həmin şəxsin adına, burada kopyalayırdıq, kodu var burada. Onu biz kopyalayırdıq. Götürüb gedib həmin şəxsin adına girib, orada, bax burada, həmin kodu yapışdırıb hədiyyə edirik. Amma şirkətimiz sağ olsun, indi çox hasat yolu idi ki, biz, bax, bu məktub göstərilən hissədən, bantik göstərilən hissədən kartlarımızı rahatca hədiyyə edə bilərik, aktivləşdirə bilərik. Sadəcə olaraq mən sizə hədiyyə etməyi məsləhət görməzdim. Çünki siz hədiyyə etdikdə öz şansınızı, loteriyada udmaq şansınızı kiməsə vermiş olursunuz. Ona görə də bunu hədiyyə etməkdənsə hər bir şəxs öz adında aktivləşdirsə daha yaxşı ki, loteriyada oynanılanda o kart sizin adınızda çıxmış olsun, hədiyyəli sizlərlə olmuş olsun, xeyirli uğurlu olsun, şans sizlərlə olsun. Bax, burada göstərir. Bizim 2 dənə kuponumuz var. Mən artıq ödənişlərimi etmişəm. Bu bölmədə mən baxıram ki, mənim neçə dənə kuponum var. 10 ədəd mənim kuponum var. Komandamda 338 ədəd kupon var. Yəni, mənim strukturumda olan məsləhətçilərin də topladığı kuponlar mənim şəxsi kabinetimdən görsənir. Bir də mənim özümün şəxsi kuponlarım 10 ədəddir. Onları gedirəm aktivləşdirməyə. Baxın, məktub olan hissədən bir göstərdiyim ki, bantik kimi olan hissədən girirəm. Burada ümumiyyətlə əvvəl baxır niyə yazılıb. Yazılıb ki, saç üçün məhsul 40% endirimlə 2 ədəd. Və bunun üstünə basdıqda, bax, burada görürsünüz, aktivləşdirmək, hədiyyə etmək. Bu hədiyyə etmək düyməsinin üstündən girəndə əslində burada kimə hədiyyə edəcəksənsə, həmin məsləhətçinin kodunu yazmaqla o məsləhətçiyə hədiyyə etmiş olursun. Amma burada bizim ehtiyacımız olmasın, mən deyərdim. Çünki hədiyyə etmək etsək, şansımıza kiməsə vermiş oluruq, bir daha söyləyirəm. Ona görə kartı aktivləşdirmək qərarına gəlirik və düyməni basıb aktivləşdirdik, gördük. Sonra isə yenə də saç üçün məhsul 50% endirimlə bir ədəd. Yox, vanna və duş giririk və bunu da yenə aktivləşdiririk. Xanımın, yəni özümün nə qədər, hətta 1 qəpiyə hədiyyə düşüb. Liboy bayzam, dilə qop, dodaq bayzamı yerinə düşdü. Bu sezon vaxtlarında dodaq bayzamına ehtiyacımız çoxdur. Mənə hədiyyə oldu. Sonra üz üçün məhsul 55% endirimlə bir dənə. Onu da aktivləşdirdim və getdim dekorativ kosmetika, yəni tuş, pomada, tonalini bir dənə 60% əla. Bunda getdim. Nə istəyirəm götürəcəm orada və getdim gördüm ki, ev üçün məhsul 55% endirim bir dənə. Sonra saç üçün məhsul 50% endirimlə bir ədəd. Bunu da aktivləşdirdim və 16 nömrəli kataloqda aromat, ətirlərimiz bunu aktivləşdirdik 45% endirimlə. Dekorativ kosmetika yenə də 50% endirimlə bir ədəd və CEO bitirdim. Mən bütün kartları aktivləşdirdim. Hətta sizlər bu kataloqdan, təzə kataloq Cobalt kimi sifariş yerləşdirmişsinizsə, o yerləşdirdiyiniz sifarişlərdə qazandığınız kuponlar təzə kataloq başlayandan sonra ödəniş edəcəksiniz və sonra istədiyiniz vaxt sifariş olmamışdan əvvəl girib birinci baxın, aktivləşdirin, yəni sonradan olan kartlarınızı da. Sonra sifariş yerləşdirməyə keçərək onu istifadə edin. İstifadə etmək qaydası da mən sizə bətmə keçəyim, düzdür, təzə kataloq başlamayıb. Ancaq məncə, mən artıq 100 bal fil məsləhətçi olduğum üçün öz adımda bizə icazə verilir ki, təzə kataloq məhsullarını sifariş edə bilək. Bu, bir həftə öncədən şirkətimizin belə bir üstünlüyüdür ki, biz bir həftə öncədən təzə kataloq sifarişlərini sifariş edə bilirik və bura girib baxım ki, görüm, məncə, burada şəxsi aksiyalar bölməsində mən virtual kartlarımı görəcəm. Bax. Açıldı. Gördünüz? Kupon və kartlar bölməsi. Aksiyalar bölməsinə girən kimi heç sifariş yerləşdirməsəm də səbətimdə kupon və kartlar aksiyalar açılıb ki, mən 55% endirimlə üz üçün məhsul seçə bilərəm, vanna duş gülü seçə bilərəm,
Hətta saç üçün məhsul 40%, 50% endirimlə, 50% endirimlə dekorativ kosmetika, 60% endirimlə dekorativ kosmetika və bir ətir 45% endirimlə, ev üçün məhsul 55% endirimlə və dodaq üçün balzam hədiyyə. Baxın, buradan girib hədiyyəmi də artıq seçə bilirəm. Hansını istəyirəmsə, bunlardan biri mənə hədiyyədir. Mən də pantanonlu dodaq balzamını istəyirəm. Pantanonlu peptiklərdən dodaq balzamı, pantolon. Bunu istəyirəm ki, mənə hədiyyə olsun ki, hətta dodağımı çoxlayıb, nə seçməndə olan şey deyil. Gəlsin və sifariş etdim ki, hədiyyəmi götürdüm. Amma yeni kataloq başlayandan sonra mən orada kuponlarımdan baxıb nə istəyirəm, seçirəm. Bir daha sizə göstərirəm. Qoyun bir daha göstərim. Girdik, bax, burada. Şəxsi aksiyalar bölməsinə. Katalog başlayandan sonra siz bunu edeceksiniz. Avtomatik bizde burada açıldı. Kuponlar ve kartlar. Ve içinden kart açmış yoksa hemen gider de sayfa açılır. Gördünüz. Bak bunları girip indirimle orada istediğimiz məhsulu seçip götürebiliriz. Mesela bizde katalogda kraska məncə baha olacaq və ama saç üçün məhsullar bölməsinə girip mən 50% indirimdə tutaq ki, 7 bir kraskanı içi götürebiləcəm. Endirimlə həmişəki qiymətinə. Yəni keçən katalog düzdür, bu qiymət idi, baxadı. Təzə katalogda baha olacaq. Buradan bir dənə istədiyim kraskanı endirimlə seçə biləcəm. Tetik büqə vur. Hazırdır. Əgər orada kartlar bölməsində 2 dənə kupon görsənirsə, onda həmin bölmədən 2 dənə seçə bilərsiniz. Xeyirli uğurlu olsun hamıya.